Azərbaycan Respublikasının İdman TV televiziya kanalının Təbrizin traktor komandasının oyunlarını canlı yayımlaması Güney Azərbaycan və İranda yaşayan azərbaycanlıların rəğbəti ilə qarşılaşsa da, bəzi dairələrin narahatlığına səbəb olub. Bununla bağlı İran sosial media şəbəkəsində paylaşımlar edilib. Narazılar bunu Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara təsir vasitəsi olduğunu iddia edib. İran komandasının oyunlarının başqa dildə şərhindən narahatlıqlarını bildiriblər. Onların fikrincə bu İranda Azərbaycan dilinin təsirinin və bu dilə marağın artmasına, İranda yaşayan azərbaycanlılar arasında İranın rəsmi dövlət dilinin nüfuzunun azalmasına səbəb olur. Bu paylaşımlardan sonra traktor komandasının tərəfdarları narazılara cavab olaraq videolar paylaşıb. İran kanallarının Təbriz təmsilçisinin qarşılaşmalarını xüsusən qələbələrini sönü işıqlandırdığını bildiriblər. Qeyd edək ki, son həftələr İdman TV-nin traktorun oyunlarını canlı yayması azərbaycanlıların əksəriyyətinin Təbriz təmsilçisinin oyunlarını İran kanallarından deyil, Azərbaycan kanalından izləməsinə səbəb olub. Bu həm də Şərqi Azərbaycan əyalətinin Səhənd və İranı Vərziş 3 kanalının izləyicilərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bununla eyni vaxtda Azərbaycanlı sosial media fəalları və traktor azarkeşləri İdman TV-nin traktorun oyunlarının verdiyi şərhlərdən videolar yayaraq bunu İran kanallarının aparıcıları və idman şərhçilərinin çıxışları ilə müqayisə ediblər. Onların müqayisəli videolarından çıxardıqları nəticəyə görə İdman TV kanalı yarışları daha yaxşı şərh edir, Azərbaycan dilində olan şərhlər daha keyfiyyətli olur və traktorçuların ana dilində təqdim edilən oyunları azarkeşlərin rəğbətini qazanır. Oktyabrın 18-də İranın Qum şəhərində edam edilən Cavad Nəimi nüvə alimi olub. Bu haqda İran İnsan Haqları Təşkilatı mənbələrə isnadən məlumat yayıb. Məlumata görə Qum şəhərindən olan Nəimi İranın Nətəns nüvə təsisatında fəaliyyət göstərib. Qeyd edək ki, İran məhkəməsi oktyabrın 18-də Qum həbsxanasında bir məhbusun Mossadda casusluq və ABŞ Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq ittihamına görə edam edildiyini bildirsə də, onun kimliyi barədə məlumat verməmişdi. İran prezidenti Məsud Pezeşkiyan bugün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə səfər edib. Bu haqda yerli media məlumat yayıb. O, bugün Qərbi Azərbaycan əyalətinin Planlaşdırma Şurasının iclasında iştirak edəcək, iqtisadi və siyasi fəallarla görüşəcək. Pezeşkiyan Urmuda verdiyi ilk bəyanatında ölkənin iqtisadi vəziyyətinin ağırlığından və neftdən asılılığından danışıb. Türkiyənin, Yaponiyanın və Koreyanın nefti də, qazı da yoxdur. Onlar neft alırlar, ancaq vəziyyətləri və həyatları bizdən çox yaxşıdır. Bizim isə neft və qazımız var, ancaq acıq. O, Amerikanın sanksiyaları nəticəsində neft ixracında yaranan problemlərə də diqqət çəkib. Amerika təhdid edir ki, mən sizə neft satmağa icazə verməyəcəm. Biz ac qalmalıyıq. Neft ixal edən və vəziyyəti bizdən daha yaxşı olan ölkələr nə edirlər? Ermənistan yavaş-yavaş təcrid vəziyyətindən çıxır. Bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib. O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq 2 gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib. Paşinyan Tiflisdə İpək Yolu Beynəlxalq Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb. Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib. Paşinyan Vaşinqtonda verilən bəyanatların və əldə olunan razılaşmaların sadəcə söz olmadığını, konkret nəticələr verdiyini vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib. Onu qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə bu həm də Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir, dövlət başçısı vurğulayıb. Ermənistan baş naziri Nikol Paşinyan isə Prezident İlham Əliyev Azərbaycan Ermənistana yüklərinin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib. İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu çox mühüm bəyanatdır və mən bu addıma görə Azərbaycan prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Britaniya Hərbi Dəniz Qüvvələrinin Duncan esminesi və Wildcat helikopteri öz ərazi sularında Rusiyaya məxsus vitse-admiral Kulakov hərbi gəmisini müvəffəqiyyətlə saxlayıb. Bu barədə Sky News məlumat yayıb. Hadisə ilk dəfə NATO-nun birbaşa göstərişi ilə həyata keçirilən əməliyyat çərçivəsində baş tutub. Əməliyyata həmçinin Fransa Hərbi Dəniz Qüvvələri və Niderlandın NH-90 helikopteri də cəlb edilib.
Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin bunun üçün öz ərazilərini tərk etmək niyyətində deyil. Bu barədə Ukrayna prezidenti Volodymyr Zelenski İsveçdə jurnalistlərə söhbəti zamanı bildirib. Onun sözlərinə görə Kremlin danışıqlara getməsini məcbur etmək üçün daha çox təzyiq göstərməlidir. Prezident qeyd edib ki, Ukrayna atəşkəsin əldə olunmasını dəstəkləyir, lakin birincisi öz ərazilərindən çıxmaq şərti ilə deyil, ikincisi isə əvvəlcə təhlükəsizlik təminatları vacibdir. Amerika prezidenti Donald Trumpla da danışığımız olub. Amerika prezidenti Donald Trump Rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib. Bu barədə o, NATO'nun baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin sualına cavabında bildirib. Bunu düzgün hesab etmədim deyə Trump səbəbini belə izah edib. O, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların niyə indi sərtləşdirilməsi ilə bağlı suala cavabında bildirib ki, bunun vaxtının artıq yetişdiyini düşündüyü üçün belə addım atıb. Trump Rusiyanın yeni neft sanksiyalarının Putini düşünməyə vadar edəcəyini ümid etdiyini bildirib. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.